İyunun 30'unda olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Axşam bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20 dərəcə, gündüz 25-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə nisbi rütubət isə gecə 70-75%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçsə də, səhərdən şimal və qərb rayonlarında bəzi yerlərdə yağış, şimşək və dolu gözlənilir. Axşam yağıntıların bəzi ərazilərdə intensivləşəcəyi ehtimalı var. Dağlıq ərazilərində gecə və səhər duman olacaq. Mülayim külək əsəcək. Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 28-33 dərəcə isti. Dağlarda gecə 8-13 dərəcə, gündüz 17-28 dərəcə isti olacaq.